Salam yoldaşlar, hər birinizi salamlayıram. Bugünkü mövzumuz Apache-dir. Apache-dən ümumi serverlərdən, monolith arxitekturasından, biraz da DevOps anlayışından danışacağım ki, biz burada nə səviyyədə öyrənməyimizi, aslılığımızı tam başa düşək. İlk olaraq gəlsək biz buradan deməli belə məntiqlə götürsək yoldaşlar, biz bura gəlsəm deməli bunu browser kimi götürək. Bunu web server, bunu application server, bunu da database. Deməli, məntiqən baxanda biz web serverlər statik kontekst üzərində işləyirlər. Yəni bir konkret orada page'lər, HTML'lər, JavaScript'lər, ondan sonra CSS'lər olur. Biz oradan ancaq məlumatları açırıq, heç bir məlumatlar dəyişmir. Sadəcə oradakı məlumatları oxuyuruq, baxırıq oradan. Heç buradakı bütün kontekstlər statik olur. Amma application serverlər burada isə artıq applicationlərdə birbaşa olaraq dinamik kontekst üzərində işləyirlər. Yəni seçili user üzərində kontekstlər dəyişə bilir. Buradan application server database üzərində işləyib, oradakı məlumatları işləyib bizə çıxarır oradan. Ödəmə yöntəmləri, ondan sonra şəxsi istifadəçi məlumatları və s. bunlar application serverdə olur. İndi biz amma bu reverse proxy məntiqində bunlar ikisi də eyni işləyir. İkisi də bir yerdə işləyir. Web applicationlar öndə olur, application web serveri öndə olur, application serveri arxada və onu database ilə əlaqə qururlar. İlk məlumatlar web serverdən istifadə olunur. Yəni ümumi məlumatları oxuyacaqsa oradan, xüsusi məlumatlar oxuyanda application-a müraciət edir, o da database-ə müraciət edir. Belə olur. İndi web serverdən istifadə vendorlarına baxanda biz web serverdən ən çox Nginx-dir, daha sonra da biz Apache-ni istifadə edirik. Application serverdə isə daha çox Tomcat istifadə olunur və Node.js və nümunə kimi 2 dənə verirəm, amma daha çoxları var bunların. İndi buradan web və application serverə bu məntiqlə başa düşdük. Biz nəyə nə səviyyədə öyrənməliyik, nəyə görə? Biz əvvəl monolith arxitekturasından başlasaq, biz monolith arxitekturasında necə idi? Hər biri bir VM üzərindədir. Hər biri bir VM üzərində olduğu üçün biz yeni bir kod yazılanda, biz kodu bura SSH-la və s. biz qoşuluq. Nə ilə qoşulsaq da, qoşuluq, kodu ora atıb, ondan sonra restart atandan sonra sistem açılırdı, web server açılırdı. Ondan sonra artıq bizim məlumatlarımız görsənirdi production'da. İndi amma sistem biraz dəyişib. Artıq monolith arxitekturasından DevOps sisteminə keçirilində, CI/CD mühitine çevrilində biraz sistem fərqlidir. Misal, biz əvvəl desək ki, Apache serverindən misal sadə desək, virtual host məntiqindən biz virtual host konfigurasiya edirsən ki, sən bir VM üzərində 2 dənə sayt qaldırırsan, oradan page üzərindən qaldırırsın, görsənsin. Amma artıq biz bunu web serverdə Apache üzərində eləmirik. Birbaşa olaraq Kubernetdə, CI/CD mühitində, DevOps mədəniyyətində biz oradan ingress controller vasitəsilə biz fərqli page'lər açırıq. Oradan ingress controller server vasitəsilə, servis vasitəsilə onları yönləndirir. Başqa da baxsaq burada, misal high availability etmək üçün monolith arxitekturasında fərqli 3 dənə VM-imiz varsa, monolith eləmək üçün high availability etmək üçün, yəni high availability nə? Yəni davamlılıqda biri çöksə digəri bunun qarşısı requestlərin qarşısını ala bilsin, yəni itki getməsin onda. Sistem biri dayansa, bir VM dayansa, digər VM bütün requestlər üzərinə götürsün ki, sistem dayanmasın tam. Belə edirik. Burada artıq biraz pulludur, çünki hər biri üçün yeni bir VM qaldırılmalısan, biraz uzun söhbətdir. Amma DevOps CI/CD mədəniyyətində, CI/CD ümumiyyətlə nədir? Container integration, container delivery və container deployment mərhələləri var. Sistem burada developer kodu Git-ə yazır. Git-dən push olunan oradan Docker-dan bir dənə image yaranır. Image yarandıqdan sonra o push olunur. Image də oradan bitdikdən sonra build olunur. Build olduqdan sonra artıq indi test mərhələsi başlanılır və s. Ondan sonra da indi DevSecOps-da scanning yadları var. Oradan scanninglər bitir. DAS və s. scanning də bitəndən sonra bundan sonra production-a deployment olunur. Artıq biraz sistem fərqlidir. Buradan baxanda biz deməli biz buradan baxanda konkret
web serverdən application serverinin məntiqini buradan biraz fərqli olub. İndi tutaq ki, CI/CD-də Kubernetes arxitekturasına baxanda biz Kubernetes clusterında misal bizdə gələn requestlərin sayı bu saat aralığında artırsa, biz onun üçün monolit arxitekturasında biraz çətin edirik. Gərək hər zaman istifadə olunmaq üçün biz çoxlu VM-lər yaradaq ki, o da request orada qarşısını alsın. Amma Kubernetesdə bu horizontal autoscaling vasitəsilə birbaşa olaraq CPU-nun güc dəyərinin faizini hesablanır və ona görə artıq podlar yanadır ki, requestin qarşısını ala bilsin. İndi biz burada danışsaq, bunu nəyə görə danışıram? Biz nəyi necə öyrənməyimizə görə danışıram. Misal, biz Apache-dən çox dərinə girməyə ehtiyac yoxdur. Yəni, sırf dərin mövzulara girməyə mənasız olar. Çünki artıq o qədər belə istifadə olunur. Əsasən Nginx-də istifadə olunur. Nginx-də RSS-ə düşmür. Advanced Linux dərslərində danışarıq. Amma belə əsas məntiqin bitirib, bundan sonra Advanced Linux, ondan sonra DevOps-a keçmək daha məntiqlidir ki, çox vaxt itirməsən. Çünki DevOps-un da özündə gündə yeni bir tool çıxır, onu da öyrənmək müəyyən vaxt istəyir. Bu dəqiqədə də Azərbaycanda rəqabət pik səviyyədədir, yəni onun üçün də çox bu mövzulardan vaxt itirməyə ehtiyac yoxdur. Tomcat-da indi application serverdə də Tomcat-ı başa düşmək üçün təbii ki, biz VM üzərində konfiqrasiya edə bilməliyik. Amma bu biraz çox vaxt itirməklə Tomcat üzərinə ehtiyac yoxdur. Nəyə görə? Çünki Tomcat-da məsələn çoxlu error çıxır. Java ilk olaraq biz Tomcat Java-nın üstündə işləyir. Biz Java-nı yükləməliyik. Java-nın versiyasına fikir vermək lazımdır. Arada versiyalar problemi çıxardır və s. və s. Amma burada konteyner arxitekturasında konteynerdə birbaşa bizə hazır olan bütün həm Java-nın versiyası ilə yaddan hamısında yüklü gəlir. Bunu bizim üçün heç nə konfiqrasiya eləmirik. Birbaşa olaraq həmin image yükləyirik. Image yükləyəndən sonra birbaşa biz də konfiqrasiyanı rahat edə bilirik. Dəyişikliklər və s. edə bilirik. Belə bu weblə application serverinə danışdıq. Database-də heç PostgreSQL ola bilər. Database-də məntiqi ilə qısa danışsaq, sadəcə SQL sorğuların üzərində işləyir. Bizim atdığımız application serverdən sən datalarımız üzərində, database üzərində məlumat oxumasan SQL-dən istifadə olunur, SQL dilindən. Oradakı sorğular istifadə olunur. İndi database-dən PostgreSQL ola bilər, Oracle ola bilər və s. və s. Çoxlu SQL var, amma demək olar ki, birinin məntiqini tutanda digərində başa düşmək olur. Belə qısa danışdım bundan. Buna görə uzun danışdım ki, artıq biraz sistem dəyişib. Yəni əvvəlki Apache-nin, indiki dövrdə Apache-nin istifadə olunması biraz fərqlidir. Yəni, ona görə artıq mövzuları öyrənmək bizə vaxt keçir. Yəni virtual host, sərə konfiqrasiya buradan keçmək, öyrənməyimiz bizə xeyri ola bilər, amma boş məlumatdır da. Yəni ki, məntiqin başa düşmək üçün razıyam, amma onun əvəzinə biz gedib daha çox buranı tez bitirib Advanced Linux, sonra da DevOps məntiqinə daha çox fokuslana bilərik. Deməli, bunu saxlayaq indi. Biz buradan keçək. VM-imizi qaldıraq. Buradan root buradan biz VM-i qaldıraq. ESXi-nin inteqrasiyası o cəhətdən yaxşıdır ki, birbaşa biz VMware üzərində qaldıranda çox gec qalxır VM, amma ESXi-nin üzərində onda tez bir şəkildə qalxır. Mock example düzəldəndə ESXi inteqrasiya etmiş ki, əsas VM ESXi istifadə etsin ki, digər VM-ləri sürət qaldıra bilsin. Qalxdı deyəsən.
Biraz uzun seçti elə bil bu. Şimdiden biz buna qoşulaq. Okay. Terminalı ikiye böleyim. Sürüştürüp ata vura. Sudo. Söyle. Güzel. Sudo. Söyle. 87. Güzel. Deməli. İndi biz neydə yoldaşlar deməli. İlk olarak yum install http yazıp buraya yazsam Apache ilk olarak yükleye biz güçlənəcəm biraz kısa danışam. İlk olarak Apache konfigurasiyasını göstereceğim. Etisinin altında http-conf failinin konfigurasiyasını göstereceğim. Sonra bir dənə birbaşa olarak biz bir dənə page götürək. İnternetten hazır HTML, CSS, JavaScript olan bir götürürük. O həmin dokument ruta yerləşdirib aktivləşdirəcəyik. İndi icazələri verəcəyik firewall'dan. Ondan sonra bizim lokal saytımız açılacaq. Öz IP üzərindən bir baxacaq onun. İkinci artıq biz real imtahanda olan suala uyğun bir dənə praktik task işləyəcəyik. Realda da uyğun bir task. Ondan sonra da bunları bitirip birbaşa olarak başlayacağıq taskları işləməyə. Test nöqtə əsasları. Qoşulsun bu. Deməli biz buradan vim slash x altında httpd ilk olarak Apache'ni aktifləşdireyim mi? System still enable no httpd güzel aktifləşdirdik. Ondan sonra biz vim slash x altında httpd conf slash httpd conf failinə giririk. Burada bizim çox məlumatlar var. İlk olarak server root'dan danışalım. Server root bizim Etsin altında httpd olan bütün Apache'nin konfigurasiya faillərinin harada olduğunu göstərir. Bunu dəyişə də bilir, amma imtahanda bir şey düşmür. Növbəti hissədə burada listing olunan portu göstərir. Yəni bizdə default hansı portu listing edir Apache. İmtahanda düşə bilər ki, bunu dəyişin, hesab 2 edin misal. Ondan sonra düşür biz bunu 82 edirik. Ondan sonra deyir ki, document root'u dəyişin. Document root nədir? Artıq biz Apache'nin istifadə etdiyi HTML və s. fayllar hamısı bu document root'un altında olur. Sizə deyir ki, bunu dəyişin. Bunu dəyişində biz ilk olaraq bunun kontekstini bilməliyik ki, kontekstinə uyğun yeni əgər bir qovluq istəsə ona kontekst verməliyik, icazələr verməliyik. Firewall'dan portu aktivləşdirməliyik əgər yeni port deyirsə. Ondan sonra Linux üzərindən həm porta, həm də kontekst icazəni verəndən sonra artıq bundan sualımız bitəcək. İlk olaraq biz nə edək yoldaşlar? Var www.html qalsın burada. Biz burada heç bir dəyişiklik eləmirik. Default box-u burada biz burada 80 portunu listing eləyir. Okay, bunu dəyişməyəcəyim. Hala bir ilk taskı belə etmirik. Deməli, ümumi konfigurasiyasını göstəreyim. Var www altında HTML istifadə edir, düzdürmü? İndi biz buradan çıxsaq, keçək cd slash var www HTML altına keçək. Gəldik bura. İndi biz buradan gəlsəm mən Reset saytından bir dənə template yükləyək ki, orada görsəndə maraqlı bir dənə template'imiz olsun. Gəlsəm buradan bir dənə maraqlı template üçün. Hamısı da boş template'lərdir, sağ olsunlar.
Gelir bu. Güzel. Bunu buradan indirme linkinden. Yox, bunun keyfiyyətini göndərdik. İyi heç olmasa bir keyfiyyətli işe deyir, ona göre deyirəm. Ya bu gelir. Bunu biz buradan linkini kopyalayaq, copy link adres eləyək. Gələk biz buradan get linki yapıştıraq. Bunu yüklənsin. Daha sonra da eləsi artıq bu zip formatında, çıxarmazsan unzipdən istifadə edirik. Bunu deməmişəm. Şundan çıxıb, amma belə yadınızda qalsın. Unzip edib buradan bunu çıxardırıq. rm-rf yazsam buradan. Bunu silsəm. Okay. İndi mən firewall icazəsini verməliyəm ki, hal-hazırda firewall icazə verməmişəm. 80 portunu istifadə edib, apaçı istifadə eləmir. Onun üçün mən buradan IP-mi yazsam, IP-imdə 192.168.112-dir. Yazsam bunu. Default dəqiqən 80-lə hansısa təstə istifadə olununda orada icazə verilib, amma 80 portu default icazə gəlmir. Görürəm ki, mən buradan, bu saytım aktiv olaraq buradan açıldı. Gözəl. Bəlkə icazə də vermir, bəlkə firewall bağlamışam, ondan ola bilər. Bəlkə firewall bağlanıb. Baxa biz sistem stil status firewall deyil. Disable'dı. Bunu aktivləşdirək. System stil enable remove firewall servisi. Bunu aktivləşdirdim. İndi gəlsən firewall aktivləşəndən sonra demək bəlkə 80 port oradan açıldı, ona görə problem vermir. Okay. Açıldı. Artıq burada başladı fırlanmağa. Çünki biz firewalldan icazə verməmişik. İcazə vermək üçün firewall cmd add port bunlar keçmişik. 80 portun TCP olaraq icazə verirəm. permanent. Okay. Ondan sonra firewall cmd reload. Deməli bir də onda deyim sizə, firewall problem verəndə restart edəndə oradan qalxır, problem olmur. Yəni, biz Apache restart edəndə Apache restart olur. Amma Selnux'dan icazə verməyəndə artıq bizə restart eləməyə qoymur. Error verəndə bilirsiniz Selnux'dan problem var. Gəlib buradan baxsam, görürəm ki, burada heç problem yoxdur. Sayt açılıb burada. Okay. Bu basic səviyyədə bir saytdır. Hazır bu birbaşa olaraq elə web serveridir. Yəni sadəcə HTML, CSS və sair məlumatlardan ibarətdir. Ümumi məlumat üçün istifadə olunan saytlardandır. İndi gəlib bunu nə edək biz? Dəyişdirək. Misal biz portu 82-yə dəyişək və document root'da dəyişək W-nin altında, selection altında HTTPD qovluq olsun, ondan istifadə etsin. Deməli, Rusun altında istifadə eləmək, Rusun altında da eləyə bilər əslində. Lap Rusun altında eləyək, gözəl. Deyirəm vim/etc httpd conf/http-conf. Buradan biz gəlsək, ilk olaraq document root dəyişirəm. Document root deyirəm ki, mən http rootun elə bir basa kök altında httpd-dən istifadə olunsun. Apache üçün deyirəm. Okay. Ondan sonra üzrəyən elə silməyəm. Gəlsəm, ondan sonra üstdən listing olunan portu dəyişirəm. Deyirəm ki, listing olunan port olsun isə 82. Okay, bunu saxlayırıq, çıxırıq buradan. Ondan sonra biz firewall üzərindən ilk olaraq akses verirəm. Firewall cmd. Firewall qalsın, ilk olaraq qovluq yaradım. mkdir deyirəm. mkdir sileş altında httpd qovluq yaradım. chmod deyib plus 755 deyib biz sileş http akses verirəm ki, oradan http-yə akses verirəm. Okay. Akses verirəm ki, bu məlumatları oxuya bilsin oradan. Ondan sonra mən gəlib deyirəm, bu məlumatları, buradakilərin hamısını kopyalayıram. rmlf deyirəm. Buradakı dataların hamısını kopyala. Hara at deyirəm. Slash httpd altına. Okay.
Bunu atdıq. İndi bundan sonra biz firewall icazə verək. Firewall cmd deyirəm. Firewall cmd add port 82 portun display olaraq TCP permit olaraq ses verəcəm. Firewall cmd reload gözəl. Bunu verdim. İndi system stl restart deyək nəyi mis http deyini. İndi görürəm ki restart deyəndə yox, burada http yazmışam. Burada problem verməməli bizə. Burada restart verir. Nəyə görə? Buradan success vermir. Çünki biz firewall'dan icazə versək də biz kernel'dan hələ Linux-dan icazə verməmişik. Linux-dan icazə verməyəndə bizə isə buradan access verməyəcək. Onun üçün biz Linux-dan access vermək üçün ilk olaraq port access veririk. Sonra da biz context üzərindən, label üzərindən access veririk. İlk olaraq port access verək Linux-dan cmd port. Porta yadınızdan çıxıbsa buradan baxa bilərsiniz. cmd port -l deyib buradan direkt olaraq baxırıq deyək də. Çünki bax keçmişim buna. Buradan görürəm ki http port t altında buradan portları görürəm. Hansılarını listing eləyir. Mən buradan əlavə eləmək üçün cmd port t deyib http bunu yazaram. http altdan xətt port t. Ondan sonra p atıram. Portu deyirəm. TCP istifadə edəcəm. 82 portu yazaram. Bundan sonra port access'imi verdim buradan. Biraz vaxt açdım və tez versin. Okay. Verəndən sonra mən buradan baxıram ki, görürəm 82 portdan buradan access verdim. Bundan sonra biz nə edəcəyik yoldaşlar? F-context-dən konteksti verəcək ki, icazə versin orada. Biz buradan gəlirik. Kontekstlərə də baxmaq üçün ls-zd yazsam. Default yolun biririk. Var altında www.html-in icazəsinə baxsaq. Belə də baxa bilərik. Ən gözəl yol budur elə. HTML-in altındakı görürəm ki, HTTP-siz content t label'dır. Label'da vermək üçün cmd fcontext -t yazıram. HTTP-siz content t label'ını verirəm. Nəyə verirəm? Deyirəm ki, slash altında HTTP nöqtə icazəsisin, slash nöqtə ulduz, yəni altındakı hər şey icazə ver. Ondan sonra bağlayıram buranı. Buradan buna bu konteksti verdim. Amma hazır aktivləşmək onun üçün restore -r yazıram. Slash http altına aksesi verdim. Bütün label'ları verildi. Bu yoldaşlar artıq mən yazsam system stl restart httpd artıq restart heç problem yoxdur. Gəlin mən buradan refresh eləsəm, bir də refresh eləyək biz. Artıq bu 80 portun default dinləyir. Onun üçün mən buradan çıxıb deyirəm ki, neçə portun dinləyək? 82 portuna baxaq. 82 portuna baxanda buradan bu page açıldı. Amma hələ biz məlumatları buradan görə bilmirəm. Deyir, var www altında HTML-in bu page açıldı. Deməli, biz elə bunu görəmirsək, biz Linux-dan kontekst icazəsi də vermişik. Bir dənə kontekstlərə baxaq oradan. Deməli, ls-z yazsam, slash http-nin altındakı kontekstlərə baxsam, hansında http-siz context label'ı var. Bunlar uyğundur. Kontekstə problem vermir bizdən. http yaratmışam düzdürmü? Gəlsəm bin slash etis altında http conf slash http conf'a baxsam, buradan label'a baxsam, buradan mən httpd buradan direktöründə dəyişək en güzel. Dokumentörü dəyişmişəm axı buradan. Deməli dəyişik biz elə
etdik. Çıxıram bunu, restart edək. Ondan sonra biz refresh eləsək, görürəm ki, artıq sayt açıldı. Onu göstərməmişdim. O nə üçün yoldaşlar? Onu yadımdan çıxıb göstərməmişəm. Biz buradan girdim mən. Okay. Bu da sadəcə bu birbaşa indi virtual host istifadə edəndə elə bundan olan konfigurasiyanı dəyişirik biz. Buradan direktor üçün deyirəm ki, yəni bu aktiv olaraq bu bütün al yad verilir. Bunların icazələri də çox dərinə girməyə ehtiyac yoxdur. Buradan deyirəm ki, hansı direktordan istifadə eləsin buradan. Buradan document root'dan icazəsi vermişəm. Buradan dəyişmək lazım idi. Bunu da dəyişdim, HTTP deyirəm. Ondan sonra page açıldı. Belə yoldaşlar, bu da praktik olaraq həm document root dəyişdik, həm də port dəyişdik. Linux və firewall icazəsi də verdik. İndi gəlir gözəl taskımızı işləyək. Ondan sonra da videonu bitirək. Deməli, rest yazırıq biz. CD rest seçək. Daha dərslərə keçəcək biz buradan. Yazsın CD 13-cü dərsdə səfərimizə. Yazıram. Buradan /mod -x test.sh göstərəm. Ondan sonra başlayaq biz task işləməyə. Bunu saxlayaq buradan. Buradan Azərbaycan dili deyək. Sistemdən hazırlansın. Video neçə dəqiqə olub? Video artıq 27 dəqiqə var. 8 dənə taskdır, hardasa elə belə baxıram. 1 saat görəcək. Deyir ki, web direktorisi tapşırıq, rutin altında web direktorisi yaradın. İçinə hello RSS yazılmış indeks HTML əlavə edin. Document root'da web edin. Document root'da web edin. Düzgün Linux konteksti təyin edin. Qalıcı və servis işləməlidir. Deyir, kurul atanda localhost düzgün nəticə verməlidir. İlk olaraq taskı etmək üçün biz vim/etc altında biz qovluq yaradaq. mk deyir yazıb /web qovluq yaradaq cd/web keçsə altına. Okay. Buradan bir vim yazsam index html initiative içinə yazsam hello rhc yazdım buradan. Bunu çıxıb buradan yaddaşa versək. Ondan sonra biz /moddan 755 icazəsini veririk. /web altına bura full access versəm elə biz 755'i indeks HTML'de verəcək, problem çıxmasın. Bunu verdik. Bizdən port dəyişimi istəyirmi? Yox, port dəyişimi istəmir. Sadəcə kontekst dəyişimi istəyir. vim/etc altına gəlsəm buradan http conf/http-yə geçsəm buradan. Gəlsəm biz document root'u dəyişək buradan. İkisini dəyişəm buradan. Bizdən web-ə dəyişmək istəyir. Bunu da dəyişək buradan. Page açılsın oradan. Web yazıram buradan. Bunu yaddaşa verib çıxıram buradan. Deməli, bunu dəyişdim. Ondan sonra biz firewall icazəsi vermiş. Sadəcə Linux üzərindən kontekst verməliyəm. cminx yazayım buradan. Deməli, buradan davam edək biz. cminx port access sadəcə f kontekst verəcəm. F kontekst t yazıram. http sys content t yazıram. T yazdıktan sonra buradan deməli davam edək. Bizdən buradan bir web direktorisini dəyişmişik. Buradan cminx f kontekst veririk buradan. /web altında hamısını edirik. Konteksti verdik. Buradan sonra biz system state restart. Ondan sonra system state restart deyirik buradan. Biz
Bitti yazırıq. Restart getdi. Kurul açıq. 192, 168 ve 100.112'ye illa elastikliği alır o biz buradan. İstediği geçen nöbetisi olan. Bizden deyir Apache işləyir, web index işlemi mövcuddur. Lakin curl 403 qaytarır. Problem yalnız Linux kontekstdə düzəldin, dəyişikliklər yapdıqdan sonra görək bunu həqiqət edib yoxsa. Linux curl qaytarmır. Onun üçün biz kontekst verməliyik. Kontekst vermək üçün C Linux 403 qaytarır localhostda. Biz buradan kontekst vermək üçün sonunda burada ile bu komandanı vermiştik. Güzel, bunu verdik. Ondan sonra da belirleyin. İnden biz kurulatırsaq, görürsən elə CC qaytardı. İstədiyi kiçilik növbətisi olan. Sadəcə oradan label silmişdik. Script label yenidən yazdı biz. Bizden deyir Apache işləyir, lakin curl 8080 cavab vermir. Sistem yoxlayan 8080 portunu web direktörü və Linux context firewall problemi tapın və düzəldir. Gələk bunu. Deməli 8080 portunda curl atabiliriz. File ilk olarak vim /etc altında http://conf failini girip buradan listing olunan web istəyir bizdən. Web directory kontekstdə problemimiz yoxdur. Gəlib buradan listingə baxsaq. Listing 8080'dir. 80'də problem yoxdur. Biz firewall'a baxsaq. Firewall cmd-list port görürəm. 8080 buradan akses yoxdur. Buna akses verək. Firewall firewall cmd yazıram buradan deməli add port 8080 TCP portuna akses verirəm permanent firewall cmd reload deyirəm. OK, buradan akses verdim. Buradan bir akses problemimiz yoxdur. Kontekst məsələsinə baxsan ls 8080 portuna da biz akses verməliyik. cmanage port -a-t http altdan xətt port yazıram. T əlavə edirəm. -p ilə TCP 8080 portu. Buna da akses verdik biz. Ondan sonra sistem stil restart http t yazıram. Yine kuruldataq. Kurul edirik. Görürəm ki biz buradan qayıtsaq 8080 portuna açsaq. Görürəm ki buradan 403 error'un qaytarır buradan. İstəyir deyir. Oradan çatamıyor. Görmüşüm problem var idi. Search mutlu eləsək. Linux'un kontekstine basıyor. Biz yeniden buradan kontekst versem cmnx fcontext -t httpd sys alttan content t web slash noktadan uluslararası akses vereceğim. Ondan sonra bir kontekst verilmiş. Kontekste problemimiz yoktu onda.
Nervi yazıp web altına kontekst versem ben. Kontekst veririm. İstəyirəm. Keçirəm növbəti sola. Sadəcə kontekst verilməmişdi, ona görə belə etmişdim. Kurul da atsaydı bizə LORSS-yi verəcəkdi. Deyir Apache servis quraşdırın. Web direct güclü deyilsə baxaq. Apache servis quraşdırın. Yüklüdür. Web direktörünü yaradın. İçinə LORS yazılmış index əlavə edin. Document root'u web edin. 8080 portunda işlədin. Linux kontekstini və 8080 portundan firewall açın və sistem avtomatik bağlansın. İstəyirsə görə keçəcək. LS yazsan web altında bunların hamısını sildik. Biz bunlara hamısını yenidən konfigurasiya eləməliyik. Silinmişsə də biz yam install Tavallasın mənimlə qaldı. Yam install httpd 3 yazaq. Lopez silip bunu konfigurasyonu. Yox, yüklüdür. Vim /etis altında httpd conf /http da bildim de bunu göstermem bana. Conf file'e girək biz buradan listing seçsəm port listingdə burada problem yoxdur. Burada heç problem yoxdur bizim üçün. Buradan çıxıram vim / ondan sonra port məsələsinə baxıram. Firewall cmd list ports 80 portunu görmürəm burada 80 portu deyir mi? Bunu əlavə edeyim buradan firewall cmd add port 80/TCP payment firewall cmd reload. Port məsələsini həll edik. Kontekst məsələsində üstə yazmışdıq komanda. Seminits ilk kontekstini verdik. K1 / bunu yaratmamışıq biz. Bunu yaradaq biz. Web bu yaradırıq. cd / web'ə girsək elis. Echo ile yazsın içine hello rh cc ve bunu araya index html yazırıq. Index html'e bunu yazdık. Ondan sonra biz konteksti verək buradan. Konteksti verdik. Yeniden konteksti verdik. Ondan sonra biz kontekst verdiğimiz sonra buradan aktifləşdirək konteksti. Bunu da etdik. İndi biz kurul yazsam görüm port aksesində silinib. Linux'un yoxsa kurul 192, 168, 100, 112 qoşunluqda 80 portuna istəyək var. Not yazır. Yəni ki state restart httpd ve restart ettiğim yeniden ping atsak 192 112 nokta atmışım. Buradan gelir ama buradan indeks html görən bir yeni akses vermiyor buradan. Sadece port aksesini versək sistem seminits port yazsam grep httpd yazsam görürəm ki burada 80 portun aksesinde var. Port üzerinden akses vermişəm. Document kimi
slash C altında http conf slash http file'ına girsen web'di düzleme web altında bu konfigürasyonlu sistem std restart http yeniden kurulasam 92 168 112 şu noktaya 80 noktadan yaptım yani. Bizden hala dokument rotu görmür. Kontekst meselesine göre konteksti kaç problem ulduz atmışam ben şuradan. Bir biz modlar icazə problemi var. Slash mod permission internet verebilir. Orada icazə problemi edebilir. Slash mod 755 vere hiç web'e arkadaşlara şimdi restart edeyim. Kurda çok yine bunu verdi. Default page'ini açır. Buradan. Onun için biz buradan gelsen diyeyim. Web'i görür buradan düzdür mü? Burada da web'i görür. Listing olunan port neçədir? Listing olunan port 80 gelip baksam ben buradan. 80 default page'ini açır. Seçen portunda gerek biz buradan göre default portunu açır. Minutes port 3 grep 80 başta bir de bu dizdeyiz 80 ondan sonra biz ls tresi diye sor slash webin başta this context'i yine seçtim bunun altına göre index HTML var. Bunun belirliyorsam atizene baksam önce okuma yazısı var. Buna yine seçmek biraz 755 vere 755 index HTML okay. Şimdi gelsem refresh etsem istediğinizde hepsi yöneteceksiniz. Sadece bu asır buradan page görmür. Biz onda biz neye bakmalı buradan vim slash etisadında http conf http conf buradan baksam ben document root document web değil. Bakma göre burada ne problem var ki bunu değişmiş oradan index HTML burada hiç ne değişmiyor bak buradan problemimiz yoktu vim slash altında vim sadece o page'i görmüyor oradan neyi görmüyor document root uygun hiç yazsam ki dizayn değil yok serisi otomatik başlasın Linux konu 80 portuna açalım vim
80 port nasıl kalır? Yani açılırsa orada bir başa görürük. Biz normalde heç nə görmürük. Sadəcə o page default oradan web görənmir. Sözə də verilir bax. Bir dənə porta baxım mənə. Portta bir şey yoxdur. Yine də baxayım. 80 portu olmalı. 80 portu var. Burada problem yok. Port olmasa heç orada səhifə açılmazdı. Biz orada da index HTML'de nasıl problem var? Index text yazmışım hemen. Bu yazsam bunu index öndürüyorum. Page satamıyorum, məlumat oxuyamıyor. Okey, yazsam refresh etsem Hello sesi yazısı gələcək buradan. Deməli istəyək ki, növbəti olsun. Deyirəm o page orada görürsən, sadəcə datanı oradan oxuyamıyorum. Çünki o web yazılıb, orada da web yazılıb. Deməli, Apache hal-hazırda 80 portunda işləyir. Portu 80-80-ə dəyişin. Firewall açsın. Select icazə verin. Servis işləməyə davam etməlidir. Bizə də baxalım. vim/ets altında http/conf/http girsək. Buradan görə dəyişilirmi? Seslərini dəyişirib bunu. 80-80 edək. 80 etdik. Sistem bir dənə firewall icazəsine baxaq. Firewall cmd list port 80 port sildi. Bunu əlavə edək. 80 portun firewall cmd add port 80/80/dp permanent firewall cmd reload bunu verdik. Ondan sonra cmd port http port t yazıram psp 80/80 system state restart http okey. Ondan sonra ben kurul atsam ihtiyaç yoktu mu, buradan bir tane refresh atsam böyle bize problem verecek. Okey, açıldı burada. Yesi de sözlerin servis işlemeye devam etmelidir. Servis işleri değil. İşlemiyormuş. Hello üretisi yazısı vardı burada. Apache'nin hava sesten portu 80-80'e değişen firewall atsın. Senin sözü vermişik. Servis işlemeye devam etmelidir. İşleri servis. Sistem. Restart. Açtık. Hiç problem yoktu. Bir Apache hazırda 80 portunu değiştirdik. Biz bunun porttan da akses verdik. Linux üzerinde de 80 portuna icazə vermişik. 80 portunu sistemin içindən icazə verdik. Port üzerinden de akses vermişik. Firewall'dan da. Kontekstdə də problem yoxdur ki, orada göstərir bizə. Servis işləməyə davam etməlidir. Və silməliyik biz 80 portunu oradan. Bunlar 80 portunu izləyirdi orada. Bir dənə skriptine baxaq. Desənə Pasada 80 port işləyir. Portu 80-80'ə dəyişəndir. Firewall açsın. Linux'da icazə verin. Servis işləmə davam etməlidir. 80 portdan etmişik. 80-80'ə dəyişmişik. Firewall açmışıq. Linux icazə vermişik. Servis işləməyə davam etməlidir. Servisdə işləyir. Status. Running
diyor ki. Neyse solda səhvlik var burada. Bunu düzəldək. Deyir, Apache halında səsin port işləyib, portu 90-90'a dəyişdim, firewall'da açın, seçenek cızısı verin və servisi rebootdan sonra avtomatik qalxmalıdır. Gəl dəyişdirək. Vim slash itis altında firewall itis altında httpd conf slash http keçək. Buradan 90-90'a dəyişirik. 90-90 takım dürtüyor istemiyor. Okay. Bunu kesiyor buradan. Firewall cmd add port 90 sp permit yazıram. Firewall cmd load. Okay. cmd yazıram. Port direkt yazıram. http alttan xətt conf alttan xətt http port alttan xətt t deyirəm. p tcp 90-90 system still restart http Linux kontekst üzerine icazə verməyək. Kontekst üzerine icazəsinə baxsaq, hansı kontekstdən dokumentrdən istifadə edir? Web baxsaq webdən qalxmırsa biz ls-z web altında specific context label var. Burada da problem yoktu. Portdan da access vermişəm. Bizdən nə problem verir görək. Loga baxsam biz journal stl-u httpd yazsam nə deyir? Path server status faaliyet result code status görmüşüm denight alıram 82 portuna buna baxsam logoda 509'un baxsam logoda 2205 bu əvvəl logoda burada nə deyir onu qoyuza görə baxmalı server name directory full quality domain name bunu da biz saxlayırız buradan bildim vim slash etc http conf slash http conf %90 portun listing edir Linux'tan firewall açan icazəsini verin. Serici buton avtomatik qalxmalıdır. System cd restart httpd file status Linux'tan değil problem port access'ini vermiş şahs Linux üzerinden biz cmd port trail grep http
90 cızısı bırak burada. Loga bakayım bir dene. Dir file to start HTTP server Apache server nasıl silinip bence install her şeyleri bu script. Diyemeyiz. Bizden sadece 90 portuna hiç ummet oradan restart olmuyor ki başlasın. Bu ne? Ne olsun burada? Orhan evet. Bunu niye atışın? Limit access. Console limit access mod. 3 service file. Ne oldu? Beni nasıl şey? Niye böyle bir şey olsun? Burada Apache'de. Kurulanda bize ne verir? Orada kurulanda hiç ne kayıtlarında sistem restart gitmiyor. Label'inden veren eylemiş. Elimle yaz dediğim gibi yazmıştım yine. Şimdi Steam restart HTTP blokta bize ne diyor ki? Localhost Steam file to start server job method file localhost domain Steam diye access required server file reset exit code. Page niye olsun benim çok merak oldu. Birinci de bir şey görüyorum. Bunu bir satıp diye page niye atır ki? Gözü göre bakalım. Evet, bu arada hocada birinci de şey çıkıyor. Bu şey yani sıfırdır.
Cümle yazmış fonlarda bir konsol programı sonra seviyorsun. Mesela port numarası kliksiniz. Orada IP numaranı sürüyorsunuz. Ha düz deyir. Beyninin 09090 o bunu izləyir. Ona görə buradan şey eləmir. Gərək bunu dəyişəm ona görə. Sualda 90-90 sualını niyə salmışam ki mən? O hissətən çıxdım. Dedim niyə idarə etmə payını açıldı ki? İdarə etmə payını olmadı axı burada. Deməli bura baxsaq. Yəni restart nəsə getsin. Deyir Apache'nin 8080 portunu işlədiyini, web direktorusunu yazın, əlavə edin, dokument rutu web edin, seniz konteksti təyin edin, abone etdiydi bu sualı. O qədər port qalıb 90-90 istəyəcək bizdən. Deyir eyni suallar deyil, bunları dəyişərəm. Bu da Apache konfigurasiyası idi. İndi burada suallar eyni idi, bunları dəyişərəm. İndi 4 dənə demək olar. Normal sual var, 4 deyə eyni. Demək olar ki, o 4 sualını təkrar edib də. Onları deyəcəm. Düzəldərəm. Görüşərik. Allah'a emanet.